Okey. Gedir yanılmaramsa. Tamam. Bu datasetimiz hal-hazırda bu formadadır. Burada numerikal kateqorikal koluma ayırmışıq. Data types'e baxmışıq. Types'e burada ehtiyac yoxdur. Çünki infoda zaten baxdıq buna. Burada yenə izin olun faizinə baxmışıq persentajına. Bunda ehtiyac yoxdur. Burada məhsul sütuna baxmışıq. Burada printə ümumiyyətlə ehtiyac yoxdur. Yəni printi əlinizi çox öyrəşdirməyin. Data ilə məhsul yazılır bəs. Burada niyə görə kateqorikal columns-a bölünüb, numerical columns-a bölünüb? Yəqin ki, altda bu burada yenidən bölünüb. Ona görə bu buna da ehtiyac yoxdur. Okey, burada daha sonra link strip str join boşluqlara görə bölmə var. Kimsə sual var idi deyəsən. Müəllim, indi yadıma düşdü. Siz demişdiniz ki, mənə burada 3 dənə sütun əməli gəlməlidir. Məhsul adında, məhsulun markası, çəki qram, bir də onun növü deyəsən, misal üçün cheese-dir, chicken-dır, yəni belə bir şey demişdiniz. Yes. Mən onu bölə bilmədim. Çünki bəzi yerlərdə, bəzi sətirlərdə 5 dənə söz var, bəzilərində 3 dənə söz var, bəzilərində 4 dənə söz var. Məntiqini qura bilmədim deyə ona görə elə 2 yerə böldüm. Onu göstərə bilərsiniz müəllim, zəhmət olmasa. Yes. Baxın. Bu hexabazəndə bir nullarda. Burada qramla bitənləri filtr eləmişdin deyəndə nullar orada yaranırdı. Ona görə bunu filtrləyəndə yəni nul falan çıxmır burada. Sadəcə rəqəm olanları filtrləyirsən. Çünki ola bilər ki, bir rəqəmin ortadadır, amma qram axıra düşür. O tip yəni şeylər ola bilir. Fərqlər ola bilir. Son dataset bu vəziyyətdədir. Burada artıq məhsulun çəkisi filtrlənib, sırf numerik olaraq və nul dəyər də yoxdur. Məhsul adı sütunu. Məhsul adını sütununda filtrləyəndə onu belə göstərməyim. Buradan silim onu. Baxın, ilk sütuna görə burada parçalanmanı etdik. İlk dəyərlərə görə. Və burada ilk dəyərlərə görə parçalayanda siz normalda bu boşluğa görə parçalayanda belə olacaq da. Əgər arada nə qədər boşluq varsa, o qədər də şey olacaq. Amma burada n bərabər 1 yazanda o ilk dəyərə görə parçalanmanı edir. Burada artıq mənim məhsulum adı görsənir, necə deyərlər. Burada da 0-cı indeks seçdikdə bilirsiniz ki, artıq birinci sütunu götürür. Bunda adını nə yazmışdım mən? Ctrl-Z eləyim. Məhsul adı olaraq adlandırmışdım. Bu bir dənə sütunum getdi. İndi vay. Nəsə oldu deyəsən. İndi baxıram datasetə. Bax, tarix sütunu, mağaza, kart nömrəsi, transaksiya idi. Hələ bu sütunları silməmişəm. Məhsul çəkisi və məhsul adı sütunu hazır vəziyyətdədir. İndi baxın, məhsul adı sütununda sondan 4 dənə rəqəm, 4 dənə hərf, daha doğrusu string qramı ifadə edir. Ona görə də mənə lazımdır ki, sondan 4 dənə hərfi filtrləyib çıxardım. Daha sonra sonuncu sözləri götürüm, yeni bir sütun olaraq adlandırım. Ona görə də burada str verib. Qoşa nöqtə -4 qoyduqda, yəni ki, soldan sağa doğru get, -4-ə, yəni ki, sağdan 4-cü hərfə çatanda dayan deməkdir. Bax, bu string filtrləmələrini öyrənin. Bu sizə gələcəkdə çox lazım olacaq. Sağdan 4-cü rəqəmə hərfə, sözə çatanda, sözə yox, hərfə daha doğrusu, çatanda dayan. Onu da dayanda tezdən məhsul adı olaraq adlandırdım. Burada string strip verdim, kənardakı boşluqları təmizlədim, vergülləri əvəzləmə apardım və bu ifadəni almış oldum. Burada da yenə də o uzun boşluqları falan əvəzləmə aparıram və
YEF məhsul adı üstündə baxanda bunu niyə görə belə elədim? Çünki burada boşluğa görə filtr eləyəndə biri görsən ki, birində bir dənə, birində 3 dənə falan boşluq olur, ya yerli, yersiz boşluqlar olur. Burada məsələn natural chipsdən sonra gör nə qədər boşluq var. O boşluqların hamısını tək bir dənə boşluqla əvəz elədim ki, mənə əlavə problem yaratmasınlar. Bunu etdikdən sonra mən bu string ifadənin daxilində sonuncu sözü filtrləmək istəyirəm, götürmək istəyirəm. O sonuncu sözü də R kitabxanası var. R kitabxanasından istifadə edirsiniz o şeyləri. Ümumi boşluğu silmək üçün də R kitabxanasından istifadə olunur. Və yaxud da ki, sonuncu sözü filtrləyib göstərmək üçün yenə də R kitabxanasından istifadə olunur. R kitabxanasından apply map funksiyasından istifadə edib R kitabxanasından vermişik və demişik ki, -1-ci, yəni axırdan sonuncu mənfi ilə işləyirsinizsə, ağlınıza qalsın ki, ən axırdan artıq başlayır string ifadə sayılmağa. Və oradan ən axırdan birincini filtrləyib mənə gətirsin. Mənə gətirdikdən sonra bu string ifadədə ən sonuncu sözləri artıq mən görürəm. Data itkisi təbii ki olacaq. Və yaxud da ki, məsələn, ola bilər ki, onion sözləri fərqli formada düşsün. Biri olsuz düşsün, məsələn, neon kimi düşsün. Onun niyə görə elə düşə bilər? Siz burada yuxarıda filtrlədiniz ki, sondan 4-cü stringə qədər saxla. Ola bilər ki, burada 175 yazılıb, Q yoxdur. Ona görə burada, məsələn, C-saltın T-sı da gedir bunun daxilində də artıq T 175 hissəsi getmiş olur. Ona görə onları unique dəyərləri filtrləyib, yoxlayıb, çek edib görəcəksiniz ki, okay, məsələn, bu belədir əslində, o biri ilə eynidir, sadəcə o uzunluq fərqi var deyənə yanlış filtrləmə gedir. Və bunu da məhsul çeşidi olaraq filtrləyib bərabərləşdirirsən. Artıq məhsul adı, transaksiya aydı, kart nömrəsi və tarix lazım deyil mənə. Null dəyərlərimi yoxlayıram, nullda yoxdur. DF infoya da baxıram, data tiplərini də düzəldirəm. Yenidən DF infoya baxıram ki, görəm problem yoxdur. Bir də unnamed sütunu var, onu da case-də silmirəm. Sonra özünü silərsiniz. Başda silin, modeldə birdən də oyun çıxardır. In place, burada verək. Müəllim, is instance nə deməkdir tam olaraq? Instance, yəni onun doğruluğunu yoxlayır. Tipi olaraq, yəni str yazmısınız. Burada deyirsən də. Hə. If-dən sonra is instance x str. Yes. Əgər həmin xanada, əgər x dəyişənin lambda verdiyim x funksiyon parametri varsa, bərabərdirsə, onu da götürür, onun sonuncu string ifadəsini seçir. Yoxsa hesab boşluq buraxacaq. R kitabxanasını, yəni nətər deyim, əsas hissələrini öyrənmək də, yəni istifadə olunan nələrdirsə, yəni əlinizdə yaxşı material və yaxud da ki, bir video var, yəni qısa zamanda başa düşməkdə kitabxananın ən çox nələr istifadə olunur? R kitabxanasından ən çox nələr istifadə olunur? Əslində R kitabxanası token tərəfdən daha çox kömək eləyir. Bir saniyə, bir dənə hissə var idi, ona baxın. Özünün yanılmamsa documentation olmalıdır. Bilirsiniz necədir? Ümumiyyətlə bu mətn üzərində, tekst üzərində işləmək sentiment analiz gedir. Sentiment analiz də bu siz string ifadələrin üzərindəki çalışırsınızsa, o daha çox onları sentiment analiz tərəfdə görəcəksiniz. O, nə bilim, bu bayaqlarda göstərdim. Burada tokenlərin bölünməsidir, string ifadələrin seçilməsidir, o aradakı müəyyən bir boşluqların təmizlənməsi, aradan qaldırılması və s. Ona görə də bu daha çox bunu da necə çəkim qırağıya görmürəm.
Üzürlü sən Re- bölürəm. Mən tamam başım qarışdı. Məsələn orada axırda qram lazım olacaq, bizə olmayacaq. O bölmə hissəsini bir dəfə də üstündən keçərik. Elib bitirəndən Aha, sonra. olar. Yəni qram niyə görə bizə lazım olsun ki? Ya ümumiyyətlə o bölünmə hissəsi məndə biraz qarışıq qaldı. Hə, tamam. Burada regular expressionları Bir də etdiyiniz bu düzəliş etdiyiniz faylı atarsınız qrupa zəhmət olmasa. ha, atarım. Regular expressionlarda əslində çoxdur. Məsələn, cümlənin içindən hər hansı bir string ifadənin hansı indeksə sahib olduğunu göstərə bilir. Ya nə bilim, məsələn bu burada bölünmələr var da indi. Nömerik ifadələrin ekstrakt olunması və s. və yaxud da ki, hər hansı bir string ifadənin bitən numerik rəqəmin ekstrakt olunması. Bunlar çoxdur. Siz elə ən çox istifadə edəcəyiniz hissələr bir sadə bir numerik rəqəmin ekstrakt olunması olacaq. Bir bu boşluqların əvəzlənməsindən istifadə edə biləcəksiniz. Əgər dediyim kimi sentiment analiz tərəfə qaçmırsınızsa. Çünki sentiment analiz tərəfdə orada daha çox şeylər olacaq. Məsələn, o string ifadələr üzərində işləmək, onların dediyim kimi tokenlərə bölünməsi, ayrılması və s. Amma belə deyim, çünki konkret olaraq regular expressionlara aid, yəni sən dediyin kimi bir şey yoxdur. Yəni ki, məsələn, sabahları sırf olaraq bunun üzərində işləyəcəksən regular expressionla. Yəni, elə bir şey yoxdur. Onu ağlımda fırladıram ki, tapmağa çalışıram ki, bəs nə formada bir şey ola bilər? Hardan verə bilərəm sizə o məlumatı? Amma belə heç ağlıma gəlmir ki, sırf məsələn, sabahları mən qaranti verə bilmərəm ki, regular expressionda bundan işləyəcəksən, bundan işləməyəcəksən. O bilirsən nəyə bənzəyir? Məsələn, sabahları dükana gedəcəksən, kartonun qiyməti 5 manatdır deyəcəm, amma ki, bir gün gedəcəksən 10 manat olacaq. Ona bənzəmiş kimi bir şeydir. Baxır ki, sən hansı şirkətdə necə istifadə edəcəksən datasetin, nə dataset üzərində işləyəcəksən. Belə ipucu olaraq deyə bilərəm ki, bu əsas numerik tipli dəyərlərin ekstrakt olunmasıdır oradan. Burada hər hansı bir string ifadənin hansı indeksdə olduğunu heç burada çox da mənası yoxdur sənin üçün. Sadəcə burada birinci indeksə olan dəyərin ekstrakt olunması maraqlı ola bilər. Və yaxud ki, sonuncu indeksdə olan dəyərin filtrlənməsi, ekstrakt olunması maraqlı ola bilər. Məsələn, burada gəlir bu x parametri is instance verir, yəni ki, yoxlayır ki, bu string ifadə obyekt varsa həmin şeydə sonuncu indeksdə olan dəyəri ekstrakt etsin. Yoxsa boşluq buraxsın ona. Bu tipli regular expressionlardan istifadə edə bilərsiniz. Çoxdur əslində, həddən artıq regular expressionlar da çoxdur və mənə görə də mənasız şeylər də çoxdur içində, yəni. Çünki o, yəni bu dəqiqə şirkətdə strukturlu dataset üzərində çox da istifadə edə biləcəyiniz bir şeylər deyil, əl çatan bir şeylər deyil. Burada Layla səndə beyin qarışdıran hissə dedin ki, oldu və burada numerik olanları filtrlədik, ekstrakt etdik, çıxartdıq. Yəni ki, məhsulun çəkisi artıq var əlimizdə və məhsul çəkisi üstünü yaratdıq. Burada okeydir hər şey. Burada artıq var, məhsul çəki üstünü var. Məhsul çəki üstünü varsa, mənim burada 175 qramlara ehtiyacım varmı? Ay, məhsul çəki olduğunu görmədim mən, üzrlüsən. Bilmirdim ki, bu tərəfə məhsul çəki qoyulub. İndi çatdı. Mən elə bildim, ümumiyyətlə məhsul çəki sütunumuz yoxdur. 175-ləri silirik ümumiyyətlə. Yox, məhsul çəki sütununu artıq hazırladıq. Hazırlayandan sonra, burada artıq bu 4 dənə indeksdə olan rəqəmə hərfə ehtiyac yoxdur. Ona görə də bizə də buradan sonuncu söz lazımdır. Mən sonuncu sözü filtrləsəm, bax mənə ümumi bu string ifadəni götürəcək, verəcək. Çünki bunlar bitişik olan var, aralı olan var və s. Buna görə də, baxın elə bax burada bir şey deyirdim. Məsələn,
Bu sonuncu 4 dənə sözü mən filtrlədim, çıxartdım. Mənə ancaq bu hissə qalıb və mən deyirəm ki, burada sonuncu yox, burada göstərə bilməyəcəm. Burada gərək boşluq onun bu tərəfinə düşsün. Məsələn, burada boşluq olmasaydı, bunun sağına düşsəydi boşluq, onda 75 qram bir də yanındakı boşluğu filtrləyib götürəcəkdi. Artıq filtrlədiyi hissə bax bu olacaqdı və burada da bu bir elə bir bitki olsaydı da buna. Burada artıq mən sonuncu sözü götürəndə çiz 1 olaraq götürəcəkdim. Buna görə deyirəm ki, orada datanın unik dəyərlərində müəyyən düzəlişlər olunması vacib ola bilər. Onlar problem deyil və yaxud da ki, data itkisinə də yol verilə bilər. O da normal haldır. Əsas odur ki, maksimum dərəcədə datanı əlinizdə saxlayasınız. Bax, 175-ləri ekstrakt etdikdən sonra 4 dənə string ifadəni seçdik. Dedik ki, bu 4 dənəni artıq atıram, bu mənə lazım deyil. Buradan da hamısından 4 dənə getdi. 4 dənə getdikdən sonra string strip verib, bu kənardakı boşluq görürsən, bəzi hissələrində məsələn qramlar ayrı yazılıb sözdən. Ona görə bunlar səndə trim olunası bir boşluqlar olur. Artıq string ifadəm burada. Bunun da sonunda bir dənə boşluq var. Bunları string strip verib silə bilirsən. Aydın oldu. Çox sağ ol. Mən əvvəlcədən çatmayan hissə elə bildim ki, biz qramı ümumiyyətlə ayırmamışıq, yəni rəqəm hissəni. Elə bir sütunumuz yoxdur, birbaşa silib getmişik. Fikir verib görməmişəm. Çox sağ ol. Yox, bu yox, boşdur. Onları əlbəttə ki, öncədən filtrləyirik. Bu string strip'i də sizə elədik, replace'i də həll etdik. Replace'i həll etdikdən sonra bu hissədə də biz string ifadəmizin sonuncu string sözünü filtrləyib götürə bilirik. Burada data type'larını da düzəltdik. Burada sum-da verdik. Burada correlation'a baxdıq və s. Burada mən niyə buna drop etmişəm? Hə, mağazanın məhsul nömrəsi də çıxıyor. Sonra beynim qarşı axşamdır. İşdə qarşı bir-birinə biraz fikirləşə bilmirəm. Normal formada. Hə, mağazanı istəsə saxlaya bilərsiniz, məhsul nömrəsini istəsə silə bilərsiniz, fərq etmir. Lap elə sildik. Siləndən sonra bu da bizim pipeline-ımızdır. Inputer min scalar tətbiq olunub. Bundan əlavə yenə də inputer tətbiq etməsəz də olar. Çünki zaten null dəyər yox idi. Bu da df'dir. Tarixi də əlavə etməli deyilik ora, drop hissəsinə. Buradan zaten silinmişdi tarix. Silinib, hangi fikir vermədim üzrüsə. Problem deyil. Buradan reyni verdik, fit verdik. Bir şey deyə bilərəm. Mən öz faylımdan outlier ilə bağlı olan hissəni ümumiyyətlə yəni sildim, yenidən run elədim dərs prosesi vaxtı. Yenə skorum yüksək çıxdı. Yəni ümumiyyətlə outlier ilə bağlı heç bir şey etməsəm belə. Hə, onda okeydir yəni. Yəni onda problem yoxdur. Hə, yox, problem yoxdur. Elə bildim outlier yerdə şeydir, filtrizasiya verib. Outlier ilə olan yeri şey elədim, hashtag işarəsi qoyub şey aldım. Beynim işləmir. Yəni o hissəni sildim. Başdan run elədim, elə skorum normal düz çıxdı, 99 çıxdı. Amma ki, mənim atdığım dataseti götürüb üstündən gəlsən daha uyğun olar. O sonradan onu da edəyərəm. Yes. O ən doğru variantı odur. Burada da metrika 92 verdi də. Çünki dediyim kimi, mən bunu özüm qurmuşam, düzəltmişəm, modelləşdirməyə uyğun bir vəziyyətə gətirməyə çalışıyorum. Ona görə.
Sizə ya, kim deyinə qarşı hansısa şeylər atmışam. Nihat sual var idi. Müəllim, məncə burada bu datasetdə outlier çox da, yəni outlier-ın bir rol oynamır. Yəni Baxır hansı modeli qurursan. Məsələn, mən burada linear regression qursaydım, onda outlier-ləri təmizləməliydim. Çünki xətti modellər təsir edirlər. Ümumi satışdan əlavə. Çünki bu sənin targetindir. Burada outlier-lərə fikir verməlisən. Outlier-lərdə continuous dəyərlərdə fikir verirlər. Məsələn, məhsul mağaza hissəsində, burada çox da yəni şey deyə bilməzsən. Mənfi bir də baxımdan da yəni tam olaraq şey olmaz. Çünki burada çəkidə misal üçün. Necə? Məsələn, çəki çox yüksəkdir də, bir dənəsi, yəni digərlərə nisbətdə. Çəkidə məsəl üçün. Məncə burada outlier bir şey yoxdur o qədər də. Hansısa bir məhsulun çəkisi yüksək ola bilər də, yəni. Yəni o nə olsun, yüksək ola bilər. Yəni ona qalsa outlier tətbiq edici. Onda bu məntiqlə baxsa outlier nəyə tətbiq edərsən? Real olmayacaq bir şeyə. Mən də onu deyirəm, müəllim, bu datasetdə çox da yəni outlier-ə ehtiyac yoxdur fikrimcə. Yox, mən başa düşdüm nə demək istəyirsən. Prosta belə bir məqam var. Əvvəl mən də elə düşünürdüm, təzə başlayanda data science-ə. Deyirdim ki, məsələn, ümumi satış 6 ola bilərdi. Məsələn, ümumi satış və yaxud da ki, 1000 ola bilərdi. Və yaxud da ki, nə bilim, elə ümumi satış deməyim, targetdən söhbət eləməyək, X-dən söhbət eləyək. Bəli. Məhsulun çəkisi məsələn 2 kilo ola bilərdi. Yəni 2000 qram eləyirdi. O 2000 qram olması normal, təbii haldır. Onda mən outlier olduğuna baxmayaraq, mən bu təbii halı dəyişə bilmərəm, saxlamalıyam və s. Amma ki, o düşüncə yəni tam olaraq doğru bir şey deyil, yanaşma deyil. Çünki sənin o hər bir outlier-lərin sənin targetinə müəyyən qədər təsir göstərir. Yanlış yönə çəkə bilir. Çünki xətti modellərdə xüsusilə daha çoxdur. Classification tipli modellərdə o classification-dən rule-based modellərdə, məsələn, ağacvari strukturda əgər inkişaf edirsə, bölünmə gedirsə, onlar outlier-ləri çox da şey eləmirlər. Amma linear regression quracaqsansa, o outlier sənə təsir edəcək. 2000 qram olması sənə təsir edəcək. Ona görə sən onları düzəltməlisən. Outlier-ləri təmizləməlisən. İndi öz beynimdə yaranan, o vaxtları yaranan sualı verim ki, sənə belə düşünürsənsə, 2000 qram həqiqi dəyər ola bilərsə ki, məsələn, bu outlier-ləri şeyləsəm, həqiqi dəyəri pozmuş olacam da. Onda outlier-ləri nəyə tətbiq eləməliyik? Yəni, əgər həqiqi dəyərlər 2000 qram outlier ola bilirsə, bəs outlier texnikasını outlier-lə təmizləməsi hansı dəyərlərə tətbiq oluna bilər? Olunmalıdır. O artıq sual altına düşmüş olur. Çünki mən deyirəm ki, 2000 qram outlier-dir, onu təmizləməsən, sən də deyirsən ki, 2000 qram həqiqi dəyərdə də ola bilər. Niyə təmizləyim? Yaxşı, onda deyirəm ki, təmizləmə həqiqi dəyərdir. Bəs onda outlier nəyi hesab eləyək biz? Hansı rəqəmləri outlier hesab eləyir təmizləyək? Deyirsən ki, məsələn, yaş şeyi var, 2000 yaş var, 2000 dəyər var yaş sektorunda, yaş sütununda, o da ki, yəni tam olaraq real olmayan bir rəqəm olmuş olacaq onda. Müəllim, mənim yadımdadır ki, maşınlarla bağlı dataset var idi. Orada outlier-ları biz şeydə tətbiq eləmişdik. Misal üçün, yürüşdə, maşının yürüşü nə qədər çox olur axı. Yəni, məsəl üçün, indi siz deyən kimi fikirləşəndə tətbiq eləmək lazımdır. Yəni, misal üçün, elə maşın var ki, çox yürüş gedib. Amma outlier tətbiq olunmalıdır. Yes. Başa düşdüm, yəni eləmək məcburiyyətindəyim. Outlier-ləri bir dənə tarix sütununda tətbiq eləmirlər. O tövsiyə edilmir. Yəni, tarix sütunu dediyimdə necə? İl sütunu var, məsələn, 2013, 2014, 2015. Bunlara tətbiq etmirlər. Amma qalan continuous dəyərlərdə tətbiq olunur. Okey, bu da belə sizin satış datası. Bir də söz soruşa bilərəm. Olar mən bir dənə şey eləyim, öz satış datasetini bir dənə göz ucu baxasınız. Evet.
Bir saniye. Hə. Orada bir dənə şey oldu ki, unnamed datanı silməliyəm deyəsən. Burada last satış SCV faylını götürdüm siz atdığınızı. Bilirəm hansıları düzəltməliyəm. Bayaq dərsdə dediniz, onları sonradan qayıdıb düzəldəcəm. Belə normal gəldim. Baxın burada görürsüz, outlier hissəni yəni qatmamışam da, sonradan bağladım. Burada unnamed əmələ gəlir. Bunu drop eləməliyəm. Hə, onu drop elə. Aha, onu drop bu göstərim, prosta ondan sonra drop eləyəcəm. Normal pipeline-da işləyir, skorum da gəlir, bu belə çıxır. Yəni belə problem yoxdur. Hə, yox, problem yox. Yəni outlier-siz də çıxır da, yəni outlier qatmamışam da. Mən ümumiyyətlə Ya, başa fərqi yox, düşmədim fərqi ki, yox. siz hansı mənada deyirdiniz ki, mən outlier-i götürmüşəm. Ümumiyyətlə səhvə də başa düşmədim bayaqları. Bunu istifadə etmişdim. Bu Q1, Q3, IQR metodunu ümumiyyətlə istifadə etməmişdim. Elə əvvəlkində də. Bir dənə bu Z-score hissəsini, outlier Z-score hissəsini qoymuşdum. İndi onu da şey elədim. Bağladım, elə normal işlədi. Bəli. Məsələn, numerik feature, numerik sütununu götürdün, seçsin. Numerik sütunda, məsələn, bu çəki sütunundan söhbət eləyək. Çəki sütununda sən götürdün Z-skora görə filtrizasiya apardın ki, məsələn, Z-skoru 3-dən böyük olan dəyərlər outlayerlərdir. 3-dən kiçik olan dəyərlər no outlayer dəyərlərdir. Sən 3-dən kiçik olanları filtr edib götürsən, sən Z-skora əsasən datanın müəyyən bir hissəsini filtrizasiya etmiş olursan. Orada da məsələn səndə çıxır ki, 10.000 dənə dataset no outlayer gedir. Aydındır nə demək istədiyimiz. Amma indi elədiyimdə bir səhvlik yoxdur da hər halda. İndi səhv yoxdur, olsa kodu səliqəyə sal. Məsələn, bu D-type'lar yazılıb. O D-type'lar ayrı-ayrı ehtiyac yoxdur. Hamısı silinməli. Yəni infonun içində var deyə olmamalıdır. Bayaq bəli. Düzəltməyə çalışıram. Mən bilirəm, dry coding deyirlər ona, təkrar olmağı və ya səliqəsiz olmağı. Əlimdən yenə eləməyə çalışıram. Yəni güman edirəm ki, daha yaxşı eləyəcəm. Çox sağ olun. Yəni bunda bir səhvlik yoxdur da, böyük bir səhv. Güvənə bilərəm bu yazdığıma. Çox sağ olun. Bir də bunu stop share eləyim. Nihat, sənin modelində 89 çıxdı da. Bəli, müəllim. Okey. Satış datasetinin modeli belə. Pipeline qurmuşdun. İndi Streamlit application. Streamlit application nə vəziyyətdədir? Layla səndə. Nihatla Mələk gələn səfərə yəqin ki, Streamlit application. Mən qurdum. Mən onu açığı internetdən bax, yəni həm ChatGPT-dən, həm internetdən köməklik eləmişəm. Göstərməyə çəkinirəm. Nəyə oxşayır Allah. Niyə göstər, baxaq görək. Nədir vəziyyət? Bir saniyə. Müəllim, Streamlit applicationlar respons da verir də. Yoxsa ancaq ekrana görə yəni? Açığı heç respons üzərindən getməmişəm onu. Məsələn, hər hansı bir yəni sən özün default, o avtomatik olaraq məsələn telefonda, tabletə uyğunlaşa bilir, o ayrı məsələ. Prosta amma ki, sırf olaraq oradakı obyektlərin mən özüm custom olaraq respons verib, bunun bu formada telefonda, bunun bu formada görsənməsini istəyənsə, onu check etməmişəm heç o. Amma avtomatik olaraq özü respons ala bilir, yəni. Məsələn, telefonda atsan, səliqəli formada şey olacaq, yəni kompüter formatı ilə getməyəcək. Müəllim, əslində belə baxanda Streamlit back-endin də frontun da işini görür də. Yəni yaxşı da. Görmüşəm. Əslində, Yəni maraqlı bir application həqiqət. Öyrənməyə dəyər. Açdım əpi. Bunu yəni baxa-baxa eləmişəm. Biraz oradan, biraz ChatGPT-dən. Yəni bilirəm ideal və ya düz olmadığını bilirəm. Prosta çabalamışam da yəni. Yəni məntiqli olmaya bilər. Bir dəqiqə bunu Yəni bu vaxta qədər elə Streamlit application quranlar ən yaxşılarının içindədir bəlkə də. Yəni çox bərbad quranlar var idi.
Qurmağını qurmuşam. Yəni bir söz nə demək istəyirəm? Bu qurmuşam. Prosta məntiqlidir, işə yarayan bir şeydir. Yəni ola bilər düz işləyir, amma işə yarar bir appdirmi onu bilmirəm. Yes. Buradan predik verir. Buradakı şeydə hər məhsula görə dəyişir. Amma qrafik tərpənmir. Yəni qoymuşam bu hə tərpəndi, şükür qorxdum. Bir də bu prosa datanın özünü qoymuşam. Yəni də buradan baxmaq olur, buradan çıxmaq olur, buradan axtarış da eləmək olar. Məsələn, atıram old. Biraz chat-GPT eləmişəm, biraz videolara baxıb eləmişəm belə. Buradan da predikt eləyirəm, amma buradakı prediklər mənalı prediklərdir, deyil, onu bilmirəm də yəni. Belə bir şey eləmişəm. Amma bilmirəm nə etmək lazımdır tam olaraq. Biraz Bootstrap'a oxşatdım. Yəni girib dokumentasiyanı demişdiniz mütləq oxuyun, oxudum. Yəni başa düşdüm ki, nəyə necə götürmək olar, birləşdirmək olar. Amma qurduğum şeyin düzgün olub-olmadığını bilmirəm yəni. Belə bir şey eləmişəm. Proqramçıların dünyasında bir dənə söz var, işləyirsə dəymə. Yəni o prediction'ı qaytarırsa demək ki, düz bir şey qurmasın. Məsələn, mən bunu GitHub-a ata bilərəm. Yəni biabırçılıq olmaz orada tutmaq. Yo. Sən əksinə Streamlit application'ı quran data scientist azdır. Bax, bilirsən necədir? Mən bir dokumentasiya qururam, tutaq ki, elə fərz edin ki, mən bir dokumentasiya qururam. Bax, Streamlit application o demək deyil ki, yalnız mən prediction model qurmaq istəyirəm, mən modelimin proqnozlarını görmək istəyirəm. Sən bunu niyə qurmusan bu hal-hazırki vəziyyətdə? Öyrənmək üçün. Həm öyrənmək üçün, həm də ki, koddan anlayışı olmayan birinin işini rahatlaşdırmaq üçün. Və sən Python-ı götürüb, məsələn, ədəbiyyat müəlliminə versən, onun içində modelin daxilinə prediction verib çek edə bilər? Xeyr. Yox. Amma burada bunun UI tərəfi daha user friendlydir deyənə, onun prediction'ı rahat bir şəkildə verə biləcək. Və bundan əlavə olaraq, Streamlit application qurmaq o deməkdir ki, hər zaman modeli qoyacaq daxilinə nədir adı? Dəyərləri seçəcəyi input feature'ları prediction verib nəticəni alacaq. Streamlit application sizin bir qolluğunuz kimi düşünün. Avtomatlaşdırılmış sistem niyə görə deyirəm mən buna? Məsələn, bax elə bir şirkət var idi ki, indi orada elə bir application qurmuşdular ki, məsələn, datanı daxil eləyəndə data haqqında sənə məlumat verirdi. Və yaxud da ki, sən filtrizasiya qoşmuşdun. Bax, Python'da gedirsən, data nöqtə tutaq ki, ümumi satışı filtr eləyirsən, ona baxırsan, düzdürmü? Bəli. Sən kod yaza bilirsən də, yəni sən Python'da gedib onu yaza bilirsən, filtr eləyib baxa bilirsən. Kod yaza bilməyən biri ya, ümumi satış sütununu necə filtr eləyib görə bilər? Bax, məsələn, sidebarda yaratmısan, boxlar, select boxlar qoymusan oradakı. Bəli, onlar Bootstrap'dan tanış gəldi, onları başa düşüb qoydum. Eynən. Bax, məsələn, məhsul marka qoymusan, Kettle Original. Kettle Original'ı filtrləyirsən, sən burada Kettle Original'ın toplam satışı necə dəyişir baxa bilirsən, düzdürmü? O select box gedir, bəli. Ay sağ ol. Bunu koddan anlayışı olmayan biri Python'da gedib yazmalıdır. O da ki, o təbii haldır ki, ona çətin bir şey olacaq. Mən məsələn baxmaq istəyirəm Kettle'ın satışları necə gedir filan tarix üzrə. Sən burada tarix üzrə də məsələn filtrizasiya qoya bilərsən ki, filan tarix aralığında baxmasan satışa. Gəlmədi. Yəni normal standart bir şeylərdir yəni. Bundan əlavə olaraq tutaq ki, mən sırf Kettle sütununu filtrləyib görmək istəyirəm. Burada gedirəm select box-dan Kettle-ı filtrləyirəm. O data frame-in də məsələn biraz yuxarı çıx. Bir dəqiqə. Ay, hə. Burada məsələn st.dataframe yazıb öz df-i verirsən daxilinə. Bəli. Sən burada st.dataframe df mötərizə açıb bu məhsul marka select box-unun bərabər olduğu dəyişənini versən onun daxilində. Məsələn, a bərabərdir st.select box df məhsul markasını filtrləmisən də, düzdürmü? Bəli.
o A bərabərdir yazmısan deyənə, sən burada məhsul markanın daxilində Kettle Original seçsən, sənin A bilirsən nəyə bərabər olacaq? DF mötərizə Kettle Original sütunu. Daha doğrusu məhsul marka sütunu qoşa bərabər Kettle Original. Mütləq bu deyil. bərabər olmalıdır. Başa düşdüm. Ay sağ ol. Çatdı. Bu dəyərə bərabər olmuş olacaq. Və səndə o anı gətirirsən ST data frame-in daxilində istifadə edirsən ki, sən avtomatik burada Kettle Original-ı seçəndə və yaxud da ki, hər hansı bir sıfırdan hər hansı bir sütunu filtr edib seçəndə, məsələn, ümumi ödənişlər sütununu filtr edib seçmək istəyirəm. Aha. Ümumi ödənişlər sütunu gedəcək data frame artıq səndə ümumi data frame-i göstərməyəcək. Select box-un daxilində ümumi ödənişləri seçmisənsə, data frame sənə ST data frame, ümumi ödənişlər sütununu qaytaracaq. Mən ancaq məhsul marka üçün select qoymuşam, ancaq bildim. Hə, ola bilər, fərq etmir. Yəni sadəcə mən bu qədər deyirsən ki, detaylı məsələn, sizin kimi fikirləşmədim. Nə tarix qoymağı fikirləşmədim, nə də digər sütunları fikirləşmədim. problem yoxdur. Onsuz ilk dəfədir. Sadəcə burada izah etdiklərimin məğzi nədir? O deyir sənə məsələn, bunu Streamlit application niyə quraram? Nə istifadəyə yararlı ola bilər? O hissəni izah etməyə çalışıram ki, məsələn, kod yaza bilməyən tərəf üçün ən xırda bir nüans belə, yəni daha necə deyirlər, əlverişli bir şeydir UI tərəfindən yaratmaq. Bəli. Və məsələn, adicə hər hansı bir avtomobil saytına girək. Orada durub mən avtomobillərin qiymətini filtr edib baxmaq istəyirəm ki, tutaq ki, Toyota markalı avtomobil qiymətləri Motofordakı kimi 60 Eynən, Motofordakı kimi məsələn. Orada olmasaydı məsələn filtrizasiya, deyərdim ki, get Pythonda yaz Toyota markalı avtomobili gətir yenə mənə ki, görüm. Özün də yəni frontend olmasan da, yəni frontend backendlər daha yaxşı gələr. Məsələn, UI tərəfi olmasa, sən gedib istifadəçiyə kodla filtrizasiya verəcəksən? Yox. Yox, UI lazımdır. Eynən, və Streamlit sənin burada Python'un UI tərəfidir. Bir dənə də söz soruşacaqdım. Əgər bu Streamlit-dən əlavə deyə. Mən burada şey yazmışdım, bir dəqiqə. PCA haqqında soruşmaq istəyirdim. Bir də bu Accuri AUC ROC. Bəli, onun haqqında heç eşitməmişəm. Bunları soruşmaq istəyirdim. Bir də əsas o PCA haqqında. Çünki mən şeyə girdim, bu texniki mərhələyə girdim xarici şirkətdə. PCA haqqında isə 2 dənə sual var idi. O ikisini düz eləyə bilmədim. Yes. PCA nədir? Diqqətlə qulaq asın. PCA sharing eləyim bunu. Üzr istəyirəm. Hayır, istəyən saxlaysın şey fərqi yoxdur. PCA Principal Component Analysis deməkdir. Və yaxud da ki, Loru dilində ona deyirlər Dimensional to Reduction texnikası. Dimensional to Reduction nə deməkdir? Yəni boyut indirgəmə, ölçü endirmə texnikası. Ölçü endirmə texnikası nə zaman istifadə olunur? Modellər yadınızda saxlayın. 100 dənə sütunluq, 60 dənə sütunluq, məsələn, və yaxud da ki, 200 dənə sütunluq datasetlərinin hamısının daxilinə gedib prediction verməsini sevmir. Model qurursunuzsa, modelin performansını yüksək saxlamaq istəyirsinizsə, həm modelin əldə etdiyi skoru, həm də modelin sürətini optimal bir vəziyyətdə saxlamalısınız. Yəni, modelin sürəti də burada böyük rol oynayır. Adam var ki, məsələn, bir dənə proses qurursan şirkətdə, 7-8 saat o proses gedir. 7-8 saat bir prosesin getməsi də ümumi prosesin gecikməsi deməkdir. Buna görə də həm modelin metrikasını, həm də ki, sürət baxımından onu optimal vəziyyətdə saxlayırsınız. Bu optimal vəziyyətdə saxlamaq üçün də istifadə olunan texnikalardan biri, dataya tətbiq olunan texnikalardan biri PCA texnikasıdır. PCA texnikası datanın ölçüsünü endirir. Necə endirir? Onun summary'sini yaradır bir sözlə. Baxın, mənim əlimdə bir klassik kitab var və yaxud da ki, bədii bir dənə klassik olsun kitab var. Tutaq ki, Oliverin Səyahəti kitabını oxuyuram. Mən Oliverin Səyahəti kitabını başlayıram oxumağa. Hardasa 180-200 səhifəlik bir kitabdır da. Başlayıram onu oxumağa, onu bir həftəyə oxuyub bitirirəm. Mən
kitabı oxuyub bitirdikdən sonra Oliverin Səyahəti kitabında nələr, nə formada, bütün hadisələr nə formada cərəyan edir və hadisənin sonunda nə baş verir, onu mən bilirəm. Bir də var ki, buna mən bir həftə vaxt sərf etdim bir dənə kitabı oxumağa. 200 səhifəlik kitabı. Bir də var ki, mən bu kitabın axırında bir dənə summary hissəsi var. Kiçik bir summary, bir vərəqə əhatə eləyir. O bir vərəqə oxuyuram, hansı ki bu summary-də kitabın əvvəlində hadisələr necə olur, ortasında necə olur və axırına doğru necə hadisələr cərəyan edir, onlar yazılıb, qeyd olunub. Bu summary-ni mən oxuyuram. Summary-ni 1 dəqiqəyə oxuyuram, bitirirəm. Və ümumi kitab haqqında %100 də olmasa bir 80-90% bir təəssürat yaranır məndə ki, hə, okey, demək kitab bundan bəhs eləyir. Baxın, PC-yə tətbiq olunmuş versiya summary yaradılmış bir versiyadır. Sən bir var ümumi dataseti modelin daxilinə salırsan, bu sənin ümumi kitabı oxumağın deməkdir. Yəni ümumi kitabı, ümumi dataseti modelə oxutmaq deməkdir, train etmək deməkdir. Bir də var ki, sən summary-ni modelin daxilinə salırsan, summary-dən istifadə edirsən, summary-nin məlumatlarını özündə birləşdirirsən, öyrənirsən. Bu da PC-yə tətbiq edərək transformation olunmuş datasetin modelin daxilinə fit olunmasıdır, öyrədilməsidir. Və PC-nin də işləmə məntiqi belədir ki, 50 dənə sütunum var mənim, tutaq ki, bir dənə datasetimdə. Və mən PC-yə tətbiq edirəm. Deyirəm ki, 10 dənə komponentdən ibarət bir dənə data frame yarat. Ekran paylaşımı edim, onu göstərəcəm. 10 dənə komponentdən ibarət bir data frame yarat. Və bu data frame'lər necə yaranır? Götürür bu 50 dənə sütun, yüksək variansa sahib olaraq bir-biri ilə birləşir. Məsələn, 2 dənə sütun bir birləşir, 3 sütun bir birləşir. Məndə 10 dənə komponent yaradılır. On dənə komponent yaradılır. 10 dənə komponent yaratdıqdan sonra artıq bu mənim datasetimin transformation olunmuş versiyası olacaq. Yəni datasetim transformasiyaya uğrayır. Və mən burada komponent sayını necə müəyyənləşdirirəm? Baxın, burada varians ratio qrafiki qurursunuz. Bu PCA-yə varians ratio grafikidir. Əgər sənə belə bir qrafik verir və 1-dən 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 bu formada davam edir. Bu sənin komponentin sayı, sənin summary'indir. Yəni o kitabın ki sonunda bir səhifəlik bir məlumat oxuyursan, o onu özündə birləşdirir. Əgər məsələn sən burada 8 dənə komponent, n komponent bərabər 8 yazsan, bu o deməkdir ki, 8 dənə komponent datasetin və bu nöqtə hansı faizə uyğun gəlir? 1-ə, yəni ki 100%. Bu o deməkdir ki, 8 dənə komponent sənin datanın 100%-ni izah edir. Sən burada adətən 90%-ni seçirsən ki, bu da 90% bərabərdir, tutaq ki 4-ə. N komponenti bərabər edirsən 4-ə. 30 dənə ya 50 dənə sütunun var idisə, təbii ki 50 dənə sütunda bu komponent sayı belə az olmur, biraz çox olur. Və yaxud da ki elə bu qədər də ola bilər. 50 dənə sütunluq datasetdən 4 dənə sütunluq dataset yaranır. Və bu 4 dənə sütunluq dataset sənin datanın 90%-ni izah edir. 90%-ni izah etmək nə deməkdir? Yəni ki, sən o bir səhifəlik summary-ni oxuyursan və ümumi datasetdə olan məlumatların 90%-nə hakim olursan. Və bu sənin modelinin metrikasına necə təsir edir? Müəyyən qədər aşağı salır. Niyə görə? Çünki sən metrikanın 100%-ni, datasetin 100%-ni istifadə etmirsən modelə öyrətmək üçün. 90% məlumatlar istifadə edirsən. Amma ki, sürət baxımından səni sürətləndirir ki, bir var ki, 4 dənə sütundan dataseti modeli öyrədirsən. Dataset modelin daxilində 4 dənə sütunluq bir dataset göndərirsən. Bir də var 50 dənə sütunluq dataset göndərirsən. Ona görə də sənin modelin proses time-ın daha qat-qat aşağı düşmüş olur. PC-yi ona görə tətbiq edirlər. Aydın oldu bu hissə yoxsa qaranlıq qalan? Bəli, aydın oldu. Çox sağ olun.
buyur. Rock AUK nə deməkdir? Rock AUK məsələn var recall precision ki var. Rock AUK da bir metrikadır. Rock AUK score bax bu formada bir qrafik olur elə. Belə bir qrafikdir. Bunun 0.50% və ortadan belə düz xətt formatında gedən bir şey olur. Bu düz xəttdən yuxarı belə əyildikcə o 50%-dən yuxarı getmiş olur. Normalda real iş mühitində rock out score məsələn 50%-dən aşağı deyirik ki, model pis öyrənib, 50%-dirsə default vəziyyətidir, 50%-dən yuxarıdırsa modelim yaxşı öyrənilməyə doğru gedir. 50%-dən aşağı ümumiyyətlə o deməkdir ki, modeli yoxdur ortalıqda. Yəni modelin heç bir performansı yoxdur. Ona görə də 50%-dən intervyuda sizə sual versələr rock out scoredan 50%-dən aşağı versiyasını heç deməməyi tövsiyə edirəm. Hər yerdə yazılıb ki, rock out score 50%-dən aşağı pis öyrənir ona görə. Rock out score 50% sənin modelinin default vəziyyətidir. Yəni ki, sadə bir modeli var, heç bir şey öyrənməyib, heç bir şey sadədir, yəni beyni hələ ki yoxdur. Artıq sən ona dataseti öyrətdikdən sonra 50% və 100% arası dəyişir. Sənin yaxşı bir modelin 80%, 85%, 90%, 70-90 arası, hətta 70-90-dan da yuxarı kimi artıq səndə təbii ki, yəni yaxşı bir model olacaq. Amma belə 70-85% arası modelin də sənin good modelin hesab olunur, rock out dəyərə sahib. Və sənin bu modelinin rock out skorunun artdıqca bu o deməkdir ki, bu arada classification modellərdə istifadə olunur bu metrika. Bu o deməkdir ki, 0-1-ləri yaxşı ayırır bir-birindən. Yəni 0-ı da yaxşı tanıyır, 1-i də yaxşı tanıyır. Ayrı-ayrılıqda. Bu artdıqca bunun yuvarlaqlığı artır, 0.8-0.9-a doğru gelir də. Mən bunu qurmuşam. O sizin dediyiniz kimi bəli classification-da olur. İstifadə eləmişdim, amma ümumiyyətlə heç başa düşməmişdim də məntiqini. Təşəkkür edirəm. O istifadə edirsənsə, o deməkdir ki, yəni 0-1-ləri ayrı-ayrılıqda yaxşı öyrənə bilir bu model. Və metrikası da optimal, modelin performansı da yaxşı bir optimal vəziyyətdədir. Çox sağ olun. Buyur. İndi Systemli documentation-ı bir göstərim Nihatla Mələyə. Baxın, Systemli documentation-a daxil olacaqsınız. Və mən bir dənə nümunə sample da atmışam qrupa. Motoforun Systemli application-ı. Burada ən çox istifadə edəcəyiniz hissələr, məsələn, select box-lar olacaq. Select box nədir? Select box, baxın, belə bir şeydir. Məsələn, bu select box-da buna tıklayanda daxil etdiyiniz sütunun unik dəyərləri açılır. Məsələn, burada əlaqə vasitəsi sütunudur. Mail, home phone və yaxud da ki, mobil fon üzərindən əlaqəyə keçmək hissəsi var. Bunlar select box-lardır və select box-larda burada hazır kodları sizə verilir. Necə ki, Pandas kitabxanasının çağırında SPD yazırdıq və yaxud da ki, NumPy çağırında SNP yazırdıq, Systemli application-da elədir. Gəlirsiniz burada, plusu tıklayırsınız, artıq burada bu faylı açmırsınız. Bu faylı açırsınız, Python faylını açırsınız. Buna tıkladıqdan sonra PY faylında import Streamlit SST yazırsınız. Və onu indi save etməyim. Burada siz nə yazacaqsınızsa, məsələn, st.selectbox çağırmaq istəyirsən. st.selectbox çağıranda da gəlirsən, bax, bu hissədə, məsələn, sənin birinci hissən olur, title hissə. İkinci hissələr, məsələn, option-a daxil eləyirsən ki, tutaq datanı satış datasetidir də sizdə. Satış datasetində datadan məhsul adı üstünlüğü filtr edirsən, onun unik dəyərlərini bərabər edirsən. Artıq o option sənin yəni variantların olacaq. Variantlar nədir? Burada tıklayanda hansı indekslər açılmalıdır? Onun da etmək üçün burada datada məhsul adı var idi. Bax, götürsən məhsul adını, məsələn, belə filtr edirsən, burada unik dəyərlərini
çevirirsən listə, to list verərək və bunu bərabər edirsən Steemit application'ın option'ına. Artıq səndə option'a bərabər etdikdən sonra bax select box'a bunu tıklayanda səndə bax bu list açılacaq. Natural, CSS, Smith, Kettle, Old və s. Bax bir bundan istifadə edəcəksiniz. Bir də YouTube kanalı var Steemit'in. O YouTube kanalından da istifadə edə bilərsiniz. Və son olaraq da prediction butonlar falan olacaq. Prediction butonlarını da Müəllim, nəticəni görmək üçün bəs nə edəcəyik? Yəni yazdıqlarımızı sayt nəsə açacaq saytı. bax o da terminaldan açılır. Bax məsələn mən burada testing 5 olaraq adlandırmışam. Baxın birinci ilk olaraq gəlirsiniz, bunun üzərində tıklayırsınız. Show in file browser basırsınız ki, burada həmin o faylın ünvanına geçsin. Çünki terminalı açanda eyni bir direction olmalıdır. Gəlsiniz burada plusa tıklayırsınız. Burada terminal var. Terminala tıklayırsınız. Streamlit run faylın adını yazırsınız. testing5.py run edirsiniz bunu. Run etdikdən sonra localhost'da açılır UI tərəfi. Burada da yəni nə qədər də şey yasa düzəlişlər etsəz. Məsələn, Siz bu hissəni Jupyter Notebook'da yazırsınız. yes, Jupyter Lab'da. Bəs Colab'da yazsam olar? Colab'da Steemit'i işlətmək biraz problem yaradır. Ben Jupyter Notebook'da yazmışam. Jupyter Notebook'da da işləyir birbaşa. Jupyter Notebook'da da işləyir, fərq yoxdur. Sən niyə dedin ki, problem var Jupyter Notebook'da yoxsa necə? Mən həmişə Colab'da yazırdım. Heç Jupyter Notebook'da yazmamışam yəni. Bir dəfə Jupyter yükləmişdim, Notebook- deyəsən orada açılmamışdı. Mən də boş vermişdim. Jupyter Notebook'u yükləsən, orada işlətsən də, əlibə öyrəşdirsən daha yaxşı olar. Çünki iş yerinə gedəndə, yəni əsasən elə Jupyter Notebook'da istifadə edəcəksən. Yəni Jupyter Notebook'da Mələk, Jupyter Notebook'un açılmama səbəbi pəsinin düşməməyi ola bilər kompütera. Onu ayrıca pəsini yapışdırmalısan mən bilən. Çünki eyni problem mən də yaşamışdım. Ataram sənə video. Olar. O əslində müxtəlif səbəb ola bilər. Təkcə pəs ola bilməz. Çünki onu yükləyəndə avtomatik pəs olur. Necə elə. Eyni Amma- problemi 2-3 nəfərdə də yaşamışdıq. Həm məndə də olmamışdı, həm də bir-iki dostumda da olmamışdı deyə. Jupyter Notebook'u yükləyən kimi açılmamışdı. Hamımızda səbəb pəs olmuşdu deyə deyirəm, bəlkə ola bilər də pəslə bağlı. Oldu. Olur. Çek etmək lazım. Baxın, Steemit application'da belə. Bir də dediyim kimi o YouTube kanalı var. Oradan da baxıb şey edə bilərsiniz. Amma ki dediyim kimi ən rahatı ChatGPT ilə buradan dokumentasiyadan istifadə etməkdir. Dokumentasiyadan niyə görə deyirəm? Dokumentasiyadan istifadə edin ki, dokumentasiyadan ümumiyyətlə istifadə etməyi öyrənin. Çünki normalda məsələn hər bir şeyin dokumentasiyası olur da. Sabahları siz oradan baxsaz, ən azından müəyyən bir nəticə çıxarda biləsiniz ki, dokumentasiyada nə yazılır. Bu dəyərlər. Məsələn, butonun da məntiqi belə işləyir də. Məsələn, deyirsən ki, if st buton, if yazırsansa, demək ki, yəni deyirsən ki, əgər butona tıklasan, butonun da title'ı Aloha-dır. Nə bilim. Əgər deyirsən ki, butona tıklasan, nəticə olaraq sənə nə qaytarsın? Salam qaytarsın. Buna tıklayırsan, salam qaytar. Butonun məntiqi odur. Siz indi bunları dəyişdirəcəksiniz. Əgər if st buton
Məsələn, predict yazacaqsınız. Predict yazacaqsınız. STM Write-a da bura artıq bunun şeyi yazacaqsınız. Məsələn, modeli yükləmisiniz. Model.predict bir data frame'iniz olacaq. Onu daxil edəcəksiniz, predict verəcəksiniz. Həm hansı ki bu data frame də sizin bu select box-dan daxil etdiyiniz dəyərlərdən ibarət olacaq. Bu tip bir select box-da keçsin. O select box-dan daxil etdiyiniz dəyərlər olacaq ki, bir-bir düzüləcək. Məsələn, bir dənə sətr yaranacaq. O sətri gəlib predict verəcəksiniz və nəticəni alacaqsınız. Müəllim. Aha. Bir də ki, səhv eləmirəmsə, biz indi modeli hazır elədik də artıq, yəni model işlək vəziyyətdədir. Onu bir dənə fayl yaratmışdınız siz, uşaqlara göstərəndə yadımdadır, əvvəlki dərslərdən. Bir dənə fayl yaradırsınız, o fayl... Pickle. Deyəsən elə olmaydı, tam yadımda deyil. Model o fayla köçürülür artıq. Hə, modeli pickle faylı kimi yükləmək deyirsən. O necə edirik, yəni tam olaraq, yəni o məntiqi nədir tam olaraq? İzah edə bilərsiniz. Yəni məntiq olaraq belə deyim də, model qurmusan və yükləyirsən, yəni tam olaraq məntiqən düşmədim, necə izah edeyim onu? Yəni məsələn, bilsən necədir? Bir var ki, tutaq ki, burada modelim var da, hə? Burada mən modelin .predict yazıram və bunun daxilinə tutaq ki, birinci dəyərlər verirəm. Bu modeli predict verəndə bir dənə nəticə qaytaracaq. İndi modelin belə bir fikrim yoxdur, yəni error verir. Mən bunu predict verəndə mənə bir dənə output qaytaracaq, düzdürmü? Sonra mən bu modeli başqa bir yerdə istifadə etmək istəyirəm. Tutaq ki, mən sənə atmaq istəyirəm ki, modeli sən özündə yoxlayasan, əks halda bu prosedurun hamısını keçməlisən sən. Və bunun hamısını etməlisən. Daha sonra gəlməlisən modeli hissəsinə, sonra modeli predict verə biləsən. Amma ki, mən sənə hazır model atıram. Hazır modelin daxilində biz eyni bir yolları keçmişik deyənə, dahi sən sıfırdan hər hansı bir əməliyyat icra etmirsən. Tutaq ki, bu model daxilində sənə gözləyir ki, sən ona götürüb, məsələn, ad daxil eləyəsən, soyad feature daxil eləyəsən, ya nə bilim, tutaq ki, nömrə feature daxil eləyəsən, yəni bu dəyərləri daxil eləyəsən bunun predict hissəsinə. Bu dəyərləri bunun predict hissəsinə da hazır formada daxil eləyib, bunun predictini ala bilirsən. Artıq sıfırdan bir model prosesi keçməyə ehtiyac qalmır səndə. Bu hissələri eləməyə ehtiyac qalmır səndə. Bunun üçündür. Sadəcə predict vermək hissəsi, yəni sənə düşür, onu yazırsan. Sadəcə predict vermək hissəsi sənə düşür. Bir də müəllim, pickle faylında model barəsində müəyyən dəyişikliklər falan eləmək mümkün deyil də. Modelin özünə dəyişiklik etmək istəyirsən? Ta ki, misal üçün, pickle faylında modelim random forestdir, mənə göndərmişsiniz. Onu dəyişəmirsən. O çünki sənə hazır mən struktur göndərirəm ki, ancaq bundan istifadə edə bilərsən. Hə, başa düşdüm. O tip bir şey. Başqa sualım yoxdur. Sistemli application qurulması da bu formadadır. Belə başqa nəsə qaranlıq qalan sualınız varsa, buyurun. Sizinlə bu verdiyim taskları bitirin. Yanılmıramsa növbəti dərsimiz sonuncu dərsdir. Statistika. Yes. O statistika haqqında da danışacağıq. Statistikanı belə deyim də,